Bugün səninlə çox səmimi, çox ürəkdən gələn bir hekayəni danışacağıq. Gənc bir futbol ulduzu Arda Gülərin öz dilindən, öz sözləri ilə danışdığı həyat yoluna baxacağıq. Ankaradakı o, necə deyim, sadə mənzildən Madridin zirvələrinə gedən bir yoldan danışırıq. Bu sadəcə bir futbol hekayəsi deyil, yəni elə deyilmi? Yox, qətiyyən. Bu, həqiqətən də bax bir ailənin fədakarlığıdır, inanılmaz böyük xəyallardır və o xəyallara çatmaq üçün atılan cəsarətli addımlardır. Yəni, söhbət təkcə yaşıl meydandan getmirə, çox daha dərindir. Gəl başlayaq bu duyğusal səfərə görək nələr var. Başlayaq. Hekayənin lap kökündə əslində ailə dayanır. Arda varlı bir ailədən gəlmir axı. Atasının məsələn Fenerbahçe sevgisi o qədər güclü olub ki, hətta deyirlər, bu sevgi üzündən maddi çətinliklər də yaşayıb. Hə. Təsəvvür elə, derbidə qol olanda evdəki çılçırağı sındıracaq qədər coşqulu bir insan. Dəhşət. Bax, bu cür bir sevgi, bu cür bir fədakarlıq şübhəsiz ki, Ardanın yolunu açıb da məktəb müəlliminin təkidi ilə Gençlər Birliyinə yazılması, sonra atasının onu hər gün saatlarla məşqə aparıb gətirməsi, bu adi bir şey deyil axı. Əsl valideyn fədakarlığıdır. Yəni, maddi çətinliklərə baxmayaraq, atası Ardanın potensialına o qədər inanıb ki, elə bil ki, bütün varlığı ilə inanıb. Sonra 13 yaşında o Fenerbahçe qərarı. Hə, o da çox çətin olub yəqin. Çox çətin, ailə üçün necə bir qərar olduğunu təsəvvür etməyəni. Həm pul məsələsi var, həm də uşaq evdən uzaqlaşır. Amma atanın o sözü, böyük xəyallar üçün böyük risklər almalısan. Bax, bu həll edici olub. Və o risk özünü necə də doğruldu. Cəmi 15 yaşında A komandayla ilk oyun, özdə deyir, Luis Gustavo kimi güclü oyuncuların yanında özünü, necə deyim, bir dəri, bir sümük kimi hiss edib. Hə, fiziki fərq böyük olub da. Amma meydana çıxan kimi o həyəcan birdən sakitliyə çevrilib. Və əlbəttə, o Jose Sosa ilə cərimə zərbəsi anı, dəhşət cəsarətdir. Bəli. Təcrübəli Sosa topun arxasındadır, bu gənc oğlan yaxınlaşıb topu istəyir. Azarkeşlər də bunu çox sevmişdi o vaxt. Xatırlayıram, anasının oyun sonrası göz yaşları, bu anlar var. Bax, bu anlar onun təkcə istedadını yox, həm də xarakterini göstərir. O özünə inam, hələ o yaşda. Sonra gəlir 10 nömrəli forma hekayəsi. Hə, o da maraqlıdır. Mesut Özil kimi bir addan sonra. Bəli. Özildən hətta çəkindiyini deyir, amma Özil gedəndə rəhbərlik ona deyir ki, forma boşdadır, cəsarətin varsa geyin. Və o da 17 yaşında heç tərəddüd etmədən qəbul edirəm deyir. Onun üçün bu sanki bir kubok qazanmaq kimi bir şey olub. Böyük məsuliyyət idi.